Elə komendant da hərbi idarəsi oldu orada. Və vitse-kral vəzifəsi yaradılır. Kral əvəzi yaradılır Hindistanı idarə eləmək üçün. 2. Nazirlik yaradılır. Nazirlik, İngiltərə nazirlik var idi. Sadəcə bu nazirlik əlavə bir nazirlik yaradıldı ki, Hindistan işləri üzrə idi bu. Həmən bax, bu nazirlik. Ancaq Hindistan məsələsinə baxırdı. Sonra 3. 1859-da Austin şirkəti ləğv edildi. Nə vaxt yaranmışdı bəyək dedik? Yelizavetan dövrünün əvvəli. Nə tər? 1600-də. 1600-də yaradılmışdı. 4. Kraliça Victoria həm də Hindistanın imperatritsası elan olunur. Dəyişikliklər bunlar. İngilislərin Hindistan idarəsində, Hindistanı idarə etməsində etdikləri dəyişikliklər. Xətti çəkirik, keçirik növbəti məsələyə. 19-cu əsrin ikinci yarısında, ikinci yarısı keçmişik. Bir də bu üsyanın gedişinə yer gəlmişəm, Moğol dövləti süqut etdi, çıxdı gedişinə. Nədən danışırıq? İngilislər 19-cu əsrin ikinci yarısında mən sərqəli yazmağı qoşdum ya. 19-cu əsrin deməli ikinci yarısı. İkinci yarısı İngilislər. Kapital qoyurdular. Kapital bildikdə nədir? Sərmayə, yəni pul qazanmaq üçün xərclənən pul. Pulun iki dənə funksiyası vardır. Bir, əlavə pul qazanmaq üçün, bir də cib xərcliyi kimi. Məsələn, atanın sizə 10 manat verirsiniz və siz ondan bakışalıq yeyirsinizsə, bu ancaq cib xərcliyi ola bilər. Yox, həmən 10 manatı götürüb gedib dükandan 5 qəpiklik qələmləri alırsınız, sonra gətirib onu burada satıb 10 qəpiyə satırsınız və pul qazanırsınızsa, artıq o 10 manat olur kapital. Bu sərmayə, yəni əlavə pul qazanmaq üçün xərclənən pul. İngilislər kapital qoyurdular. Yəni pul qazanmaq üçün pul qoyurdular. Bunlar Hindlər canı yanmır. Deməli, dəmir yolu tikintisinə Hindistan nəqliyyatının inkişafına səbəb olur. Sonra su kanallarının çəkilməsinə və bir də plantasiyalar. Plantasiya nədir fədəli? Plant. Sahədə sahə. Plant bitkidir. Yəni bitkinin bitirildiyi yer hara olur? Sahə olur da. Şəkər qamışı, pambıq plantasiyalar salırdılar burada. Bu İngilislərin əsas, bir də tezə düşürə. Məsələn, analizlərin tezində bu var. Hansı sahələrə pul qoyurdular. Hindistanda ilk milli kapitala əsaslanan müəssisə. Yəni, İngilislər çox müəssisə açmışlar burada. Amma Hindlilərin özlərinin ilk dəfə burada açdıqları müəssisə 19-cu əsrin ikinci yarısında baş verir. 1884-cü ildə Bombeydə baş verir bu və toxuculuq sənayesində. Toxuculuq fabrikasıdır. Və bu da o deməkdir ki, Hindistanda artıq nə yaranıbdır? Kapitalistlər, burjuaziya, milli burjuaziya yaranıb burada. Milli burjuaziya yarananda orada mütləq nə baş verilməlidir? Milli azadlıq düşüncəsi yaranmalıdır. Ona görə yox ki, kapitalistlər, yəni burjuaziya düşünür ki, mənim vətənim mütləq azad olmalıdır. Ona görə ki, milli burjuaziya fikirləşir ki, bax, mən bu günləri 1 milyon pul qazanıram. Gör, indi İngilislər burada olmasa nə qədər qazanaram da. Adam cibini fikirləşir. Çatır, bizdə də elədir də. Sonra da ziyalılara atırlar ortaya ki, bütün kütləyə çatdırın ki, bəs Hindistan müstəqil olmalıdır, o tərəfdə Azərbaycan müstəqil olmalıdır. Və kütlə ayağa qalxanda artıq müstəmləkəçilər yavaş-yavaş geri çəkilməyə və çıxıb getməyə başlayır. Elə bu dediyimin təsdiqi kimi, kitab da məni təsdiqləyir. 1885-ci ildə Ümum Hindistan Milli Kongresi yaranır.